Gözünüz aydın olsun. Təbrik edirəm. Gözünüz aydın olsun. Sağ olun. Gözünüz aydın olsun. Təbrik edirəm. Həmşerimdə, həmşerim. Şükür Allah'a. Gel, gel. Hoş geldin. Hemşe evinde eşiğinde olarsa. Abi oldu be. Oldu be. Abi oldu be. Ne olur bu? Gözünüz aydın. Koy nefes. Salam kızım nefes yap. Nefes. Ne oluyor? Nefes. Ay Mehmet. Sağ ol. Ay Mehmet. Ay kişi o maşallah görüm ben nefes yap. O bizden de maşallah görmüşsün hemen Evinde maşallah. eşiğinde olarsa çok şükür. Salam. Nefes. Salam. Ne oluyor? Gel sen şöyle. Kesin. Gel kesin. Gel. Muxtar bəy, artıq 3-cü ay idi ki, siz həbsdəyiz. Bu 3 ay ərzində bir haçansı oldu mu ki, siz barmağınızı dişləyəsiniz və deyəsiniz ki, kəşke mən belə bir şey girməzdim və həbs olunmazdım. Yox, Nə varsa peşmançılıq çəkdiniz? Yox, heç qətiyyən. İndən sonra nəinki 3 ay, 3 ildə mən yazsam və hətta ki, nə qədər mən elə keçib. Çünki mən etmədiyim bir cinayətə görə niyə peşmançılıq keçirməliyəm ki? Əksinə mən peşmançılıq keçirsəm, etmədiyim cinayəti boynuma götürmüş olaram. Mən etməmişəm axı, ona görə mən niyə peşmançılıq çəkməliyəm ki? Yox, nə hərəkətlərimə görə, nə də fəaliyyətimizə görə mən heç vaxt peşmançılıq çəkməliyəm. Çünki peşmançılıq çəkəcək fəaliyyət göstərməmişik biz. Azadlıq necədir? Mən həmişə orta məktəblərdə, adətən Sovet dövründə insanlar bir-birinə məktub yazanda və arzulayanda deyirdi ki, sənə həyatda ən böyük, indi də onu deyirlər ki, ən böyük nimət olan can sağlığı arzulayıram. Bu şübhəsiz belədir. Amma mənə elə gəlir ki, insanın canından sonra ikinci ən böyük nimət azadlıqdır. Azadlıq çox böyük nimətdir, çox şirin nimətdir və mənə gəlir ki, insanlar onun qədrini bilməlidirlər. Siz nə üçün həbs olunmuşdunuz və nə üçün azad edildiniz? Dəyişdimi vəziyyət yəni? Mən heç nədən həbs olmuşdum, heç nədən də buraxıldım. Siyasi sifariş idi? Bəli, həbsimin ilkində siyasi sifarişlə həbs olunmuşdum, bir də siyasi sifarişlə azadlığa çıxdım. Bundan sonra nə edəcəksiniz? Qaldığım yerdən fəaliyyət davam etdirəcəm. Təşəkkür ederim. Çox sağ olun.